Salam Anar bəy, xoş Salam, gəlmisiniz. xoş gördük. Siz albom seçən zaman ən çox nəyə üstünlük verirsiniz? Albom seçən zaman düzün desəm, yəni ki, birinci müştərinin zövqünə önəm verirəm. Amma bir fotoqraf kimi mənim özümün də fikirlərim var təbii olaraq. Mən bir çox fotoqraflar yəqin ki, bilirsiniz, şəkilləri işləyən zaman orada presetlərdən istifadə eləyir və verdiyi presetlərində çap vaxtı olduğu kimi görünməsini istəyir. Yəni mənim də fotomartla uzun müddət işləməyimə birinci səbəbi deyə bilərəm ki, yəni hansı formada preset verirəmsə, işləyirəmsə, rəng effektləri verirəmsə, həmin şey yəni mənim üçün birinci növbədə budur. Anar bəy, uzun müddətdir bizlə çalışırsınız. Bunun səbəbi nədədir? Sizin əməkdaşlar da bilir ki, mən xaraktercə biraz kaprizli insanam və siz də albomu sifarişi götürən zaman bizdən 3 iş günü müddətində vaxt istəyirsiniz albomu təhvil verməkdən ötürü. Yəni mən 6 ilə yaxındır sizlə əməkdaşlıq eləyirəm. Yəni ki, indiyə kimi şükür olsun Allaha bu 4-cü günə keçməyib. Yəni istisnalar olub ki, vaxtından tez çatdırmışıq, daha doğrusu tez çatdırmısınız, amma gec olmayıb.